2026-cı il kimya sertifikasiya suallarından biri də belə olub ki, qlikozanın bizə verib glikoza 10 moldur. Yazırıq, glikoza verilib C6H12O6 və deyir ki, glikoza özü 10 mola bərabərdir. Sonra deyir ki, bu glikozanı qıcqırdıblar və qıcqırma zamanı hər 3 reaksiya məhsulu əmələ gəlib və reaksiya məhsullarında cəm 12 mol OH qrupu olubdur. Deyir ki, reaksiya zamanı əmələ gələn yağ turşusu mol miqdarını hesabla, karboksil qrupundakı OH qrupları nəzərə alınmasın. İndi müəllimlər bilirik ki, glikoza qıcqıranda 3 cürə məhsul yarada bilər. Birinci, əmələ gətirə bilər, deyək ki, etil spirti, C2H5OH və karbon qazı əmsallaşdıraq. Daha sonra növbəti qıcqırma reaksiyasını yazaq. C6H12O6 qıcqırdı. Əmələ gətirib deyək ki, süd turşusunu CH3CHOH, COH və deməli daha doğrusu bu şəkildə 2 molda bunu yazacağıq. Növbəti qıcqırma isə yağ turşusuna qıcqırmadır. C6H12O6 əmələ gətirir yağ turşusu C4H8O2 və karbon qazını əmələ gətirəcək. Bu şəkildə yazdıq. Bizə deyir ki, glikoza ümumilikdə 10 mol götürülübdür və biz glikozanı qıcqırdanda glikozanın 10 molunun bilmirəm bir qədəri, məsəl üçün deyək ki, X molu etil spirti əmələ gətiribdir. 1 mol glikoza 2 mol etil spirti yaradırsa, 10 mol glikozadan x mol götürüb onu etil spirtdən qıcqırtsam, x mol glikoza buradan 2x qədər etil spirti yaradacaq. İkinci reaksiya üçün deyək ki, y mol glikozanı qıcqırtmışam. 1 mol glikoza 2 mol süd turşusu yaradırsa, y-də 2y qədər süd turşusu yaradacaq. Üçüncü hal üçün isə deyək ki, z mol glikozanı qıcqırtmışam. 1 mol glikoza 1 mol yağ turşusu yaradırsa, z molunda z qədər yağ turşusu əmələ gətirəcək. Və bizə deyir ki, qıcqırma ümumilikdə istifadə olunan glikozalar cəm 10 moldur. Birinci reaksiya üçün x mol, ikinci reaksiya üçün y mol, üçüncü reaksiya üçün isə z mol glikoza istifadə etmişəmsə, ümumi glikozanın mol miqdarı 10 mola bərabər olacaq. Və birinci reaksiyadan x mol glikozadan 2x mol etil spirt əmələ gəlir və 2x mol etil spirtində 2x qədər OH qrupu olacaq. İkinci reaksiyada 1 mol glikoza 2 mol süd turşusu yaradırsa, y molunda 2y qədər süd turşusu yaradacaq və 2y qədər süd turşusundakı OH qruplarının sayı 2y bərabər olacaq. Mənə deyir ki, sonda OH qruplarının sayı 12-yə bərabərdir. O zaman birinci reaksiyadan 2x qədər etil spirti yaranar və bu da 2x qədər OH verər mənə. İkinci reaksiyadan 2y qədər süd turşusu yaradar və bu da bizə 2y qədər OH qrupu verər. Ümumi OH qruplarının sayı bizə verəcək 12. Üçüncüdə nəyə görə OH qrupuna baxmıram? Çünki orada yağ turşusu yaranır. Yağ turşusunda ancaq karboksil qrupunda OH var və müəllif orada özü xüsusi olaraq vurğulayıb ki, karboksil qrupundakı OH qrupları nəzərə alınmasın. Onda 2x əgər 2y 12-yə bərabərsə, buradan tənliyi həll etsə, 2-lər ixtisar getsə, x-dən y-in cəmi mənə 6 verəcək. X-dən y 6-dırsa gətirib yerinə qoysaq, biz buradan z-i necə taparıq? Elə bax, x-dən y-i pozduq, yerinə 6 yazdıq. Z də bərabər olacaq 4 mola. İndi z-imiz 4 mola bərabərdirsə, bizə deyir ki, reaksiya zamanı əmələ gələn yağ turşusu mol miqdarını hesabla. Z-imiz 4-dür və reaksiya zamanında 4 mol yağ turşusu əmələ gəlməlidir. Deməli, doğru cavab burada yağ turşusunun mol miqdarını 4 mol götürə bilərik. Məncə çox maraqlı məsələ idi bu.